Salam uşaqlar, axşamınız xeyir olsun. Bu videoda mən sizlərə faiz nisbət tənasüb dərsinin test suallarının izahlarını təqdim edəcəyəm. Birinci suala baxırıq. Deyir ki, kvadrat şəklində göstərilən qaydada 25 konkret kvadrata bölünmüşdür. İştiqlənmiş hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizini təşkil edir? Demək, 25 dənə kvadrat var. Görürsünüz, 1, 2, 3, 4, 5, 5 eynidir, belə. 1, 2, 3, 4, 5, 5 də belədir. 5-i 5-ə vuranda həqiqətən neçə edir? 25 edir. Deməli, 25 kvadratın değiştirilmiş hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizdir? Bütöv 25 dənə kvadrat 100%-dirsə, bütöv kvadrat 100%-dir. Yaxşı, rənglənmiş hissəmizdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənəsi rənglənmiş, 11 dənəsi bilməm neçə faizdir. Yazıram x faiz. Burada faizin altına yazılır, ədədin. Deməli, x vurulsun 25 bərabərdir 11 vurulsun 100%. Hər tərəfdən 25-dən 100 çaparsaq, bu da qalacaq 1, bu da qalacaq 4. Deməli, x-i bərabər 4 11-ə vursaq, eləyəcək 44%. Deməli, şəkilləmiş isə bütöv böyük kvadratın 44%-ni təşkil edir. Yəni, bir də cavab olacaq Y variantı. İkinci sualda eynən belədir. Onu özünüz yazarsınız. Davam edirik. Üçüncü sual baxaq. Üçüncü sual deyir ki, cədvəldəki ədədlər neçə faiz natural ədədlərdir? Cəmi neçə ədəd var? 1, 2, 3, 4, 5, 10 dənə ədəd var. Deməli, 10 dənə ədədimiz 100%-dirsə, bunlar neçəsi naturaldır? 8 natural ədəddir. Natural ədədlər 1, 2 əşyalar saymaq üçün istifadə etdiyimiz ədədlərdir. 4 natural ədəddir. Deməli, 2 dənəsi naturaldır. 2 dənəsi bilmirəm neçə faizdir. X faizdir. Belə çarpaz vurursunuz və həll edirsiniz. X vurulsun 10 bərabərdir 2 vurulsun 100%. 10-la 100% çaparım 1, bu da qalır 10. X-ə bərabərdir 20% edəcək. Yəni 2-ni 10-a vuranda 20% qalacaq. Yəni cavab olacaq C variantı. Dördüncü sual belədir. Onu özünüz sərbəst yazərsiniz inşallah. Keçək 5-ci suala. Deyir ki, konkret kvadratlar bölünmüş ABCD kvadratın neçə faizi iştiqlənmişdir? Eninə sayaq 1, 2, 3, 4, 5 dənə bir enidir. 1, 2, 3, 4, 5 dənə uzunluq. Deməli, 5-i 5-ə vuranda burada 25 dənə kvadrat var. Bu 25 bütöv kvadratımız, 25 dənə kvadratımız 100% isə, deyir, ABCD kvadrat neçə faiz iştiqlənmişdir? İştiqlənmişsə 1, 2, 3 dənə iştiqlənir. 3 dənəsi bilmirəm neçə faizdir. Yazıram x faiz. Çarpaz vurursunuz. X vurulsun 25 bərabər 3 vurulsun 100%. 25-dən 100% ixtisa gedir. Burada 1 qalır, burada 4. X-ə bərabərdir. 3-ü 4-ə vuranda edir 12%. Cavab olacaq B variantı. Bakı. Belə, davam edirik. Keçək növbəti 6-cı sual. 6 da belədir. Özünüz yazarsınız. Keçək 7-ci suala. Düzbucaqlı konkret kvadratlara ayrılmışdır. Yəni, konkret bərabər deməkdir. Yəni, iştiqlənmiş sahə bütün sahə neçə faizdir? Burada neçə dənə kvadrat var? 1, 2, 3, 4, 5, 6. 6 yuxarı aşağı, 6 da aşağı. Deməli, 12 dənə kvadrat var. 12 kvadratımız 100%-dirsə, deməli, 3'ü boşdur. 7-si deməli rənglənib. 7 rənglənmişsə, bilmirəm neçə faizdir. X faizdir. Yenə çarpaz vururuq. X vurulsun 12 bərabərdir 12 oldu mu deyək? 1, 2, 3, 4, 5, 6, 12 dənə. İştiqlənmiş sahədir. Bütün sahə neçə faizdir? Bir dəqiqə. Bağışlayın, burada 7 deyil. Burada cəmi 12 dənə kvadrat var. 3'ü ağdırsa, 12-dən 3 çıxan neçə qalacaq? 9. 9 dənəsi deməli rənglənib. 9x faizdir. Deməli, x vurulsun 12 bərabər 9 vurulsun 100%. 12-də 100% 4 ixtisa gedir. Burada qalır 3, burada qalır 25. 3-dən də 9 ixtisa gedir. Qalır burada 1, burada qalır 3. X-ə bərabər 3-ü vururuq 25%-ə, o da olacaq 75%. Deməli, 75% rənglənib. Yəni, cavab olacaq D variantı. 8-ci suala baxırıq. 8 də belədir, eynən. 9 da elə bunun qardaşı oğludur. Özünüz yazarsınız. 8, 9 sizə həvalə elədim. Keçək 10-cu suala. 80% 180 olan ədəd tapın. Qayda əsasən yazsaq, burada olan sözü varsa, deməli, hissəsin görə ədədin tapılmasıdır. Faizin görə ədədin tapılmasıdır, üzr istəyirəm. Faizin görə ədəd tapmaq üçün verilmiş ədədi faiz göstərən ədədə bölməliyik, sonra 100%-ə vurmalıyıq. Yəni, 180 bölməliyik 80%-ə, vurmalıyıq 100%-ə.
Bu da faizler ixtisar gedir. Bu sıfırdan bu sıfır ixtisar gedir. Demək belə qalacaq. 18 bölünsün 8 vurulsun 100 kimi. Burada 8 ilə 100-ü 4 ixtisar aparsam, bu da qalacaq 2, bu da qalacaq 25. 18 ilə 2-ni ixtisar aparsam, bu da 1 qalacaq, bu da qalacaq 9. 9 vurulsun 25. 45 4 yadda. 18 22 225. Demək 225 ədədinin 80%, 180 imiş. Bir də tənasübüsünü yazsaq, deyir ki 80%, 180 olan ədəd. Deməli 100% ədədin 80%, 180 desə, yaxşı 100% ədəd özü neçədir? Bilmirəm, x isbat çarpı vurub həll edirsiniz. Yəni x vurulsun 80% bərabərdir 180 vurulsun 100%. Hər tərəfdən faizlə ixtisar gedir. X burada 80 ilə 140 ixtisar gedir. 20-yə. Burada qalır 4, burada qalır 5. 4 ilə də 180 ixtisar gedir. Burada qalır 1, burada qalır 45. X-ə bərabər 45 vurulsun 5, olur yenə 225. Belə. Keçək növbəti 11-ci suala. 11-də deyir ki, 0-dan %43 onlu kəsirin faiz ifadə edin. Yəni, bu ədədin yanına faiz içərisini getirmək istəyirsənsə, faizi çevirmək istəyirsənsə, 100%-ə vuracaqsan. Vurursan 100%. O da olur. Sıfırlanan sayı qədər verir ki, 2 adım sağa sürüşür, olur 43%. Cavab, yəni Y variantı. Bu da elədir. 0-dan %57 ədədin faizi çevirmək istəyirsənsə, vurmalısan 100%-ə. O da olacaq 57%. Cavab Y variantı. Onun üstə isə deyir ki, 86,42% onlu kəsrə çevirin. Bunun yanından faiz içərisində getmək istəyirsənsə, faizin yox olmaq istəyirsənsə, 86,42% bölməlisən 100%-ə. Faizlər ixtisar gedir. Burada 100-ə böləndə 0-dan sayı qədər verir ki, 2 adım sola sürüşəcək. Olacaq belə. Burada bir dənə 0 artırırsan düzəlir. Olur 0,10.000-də 8642. Yəni cavab B variantı. 14 də belədir. Burada da 100% böləcəksiniz. Olacaq. Deməli 0,10.000-də 3218. A variantı. 15-də yazır ki, ədədin yarısı onun neçə faizi? Hər hansı ədədin yarısını tapmaq, onun 50%-ni tapmaq deməkdir. Yəni belə başa düşün. Ədədimiz olsun. Tutaq ki, x. X olmasın. Tutaq ki, ədəd olsun. Konkret bir ədəd götürək. Tutaq ki, ədəd olsun 20. 20 ədədimiz bütöv il verilən ilişkilərdən 100% ilətdir. 20 ədəd özü 100% isə onun yarısı, yəni 10 neçə faiz olacaq bilmirəm. X faiz vur. X vurulsun 20 bərabərdir 10 vurulsun 100%. Burada işləm 100%-dən 20 ixtisar gedir. Burada qalır 1, burada qalır 5. X-ə bərabər. Burada 5, 10%, 10'u 5% vuranda olacaq 50%. Yəni şərt deyil, burada 20 götürə bilərsiniz. 30 götürün, 40 götürün, 50 götürün, 60 götürün, nə istəyirsiniz götürün. Vəssalam. Demək 16-cı suala baxırıq. 130-un 30%-ni tapın. Ədədin faizini tapanda verilmiş ədədi faiz göstərən ədədə vurursan, bölürsən 100%-ə. Faizdə gedir, 0-a gedir. 13-ü vuranda edir 39. Tənasüb yazsaq 130-un 30%-ni axtarırıq. Demək 130 ədədi bütöv 100% ədəddir. Onda onun 30%-i bilmirəm neçədir. X-dir. Yəni 130-un 30%-ni araşdırırsansa 130 ədədi bütöv 100% ədəddir. Onun 30%, yəni neçə olduğunu bilmirik. Yenə burada çarpaz vurursunuz. X vurulsun 100% bərabər 130 vurulsun 30%. Burada faizlər gedir, 0 gedir, qalır 39. Yəni eyni qiymət alırsınız. Cavab A variantı. 17-ci sual belədir. Özünüz inşallah sərbəst yazarsınız uşaqlar. Yaxşımı? Davam edirik. Keçək 18-ə. D bərabərdir AB bölünsün C ifadəsində A, B, C müsbət ədədlərdir. A-nı 10 dəfə artırıb, C-ni 5 dəfə azaldıb, B-ni isə dəyişmədikdə D necə dəyişər? D-ni soruşur. Bunu D1 yazım. Çünki üzərinə iş görürsə D dəyişir olur D1. Kəs xətdir. A-nı 10 dəfə artırırıq. A 10 dəfə artanda olacaq 10 vurulsun A. C-ni 5 dəfə, B-ni dəyişmirik. B qalır yerində. C-ni isə 5 dəfə azaldıb. C-ni 5 dəfə azaltmaz, C-ni 5-ə bölmək deməkdir. Bərabərdir. Yəni belə olacaq uşaqlar. 10 AB bu kəsr xətti bölək, yəni olur vurma. Bu da tərsinə çevrilir. Kəsrilən bölünməsi qaydasına əsasən. O C-də 5. O da bərabərdir.
10 AB-nin 5'ə vuranda ixtisar getməyəcək ha. Sürətə vurulur. Olur 50 AB bölünsün C. Əvvəl kəsrimiz AB bölünsün C idi. İndi oldu 50 vurulsun AB bölünsün C. Bu 50 sürətdə alınırsa, demək 50 dəfə artıq. Məxrəcdə alınsaydı 50 dəfə azalmış olardı. 50 dəfə inib artıb. Cavab D variantı. Davam edək. 19-cu sual. 4 və 5 ədədləri ilə mütənasib olan 2 müsbət ədədin cəmi 45-dir. Bu ədədin hansını tapın? 4 və 5 ədədlə mütənasib olan 2 müsbət ədəddən söhbət gedirsə, burada deyirik ki, mütənasib əmsalı, yəni bunların orta vuruğu x olsun. Onda birinci ədədimiz olacaq 4x, ikinci ədədimiz olacaq 5x. Bunların cəmi də 45-dir. Tənliyimizi qururuq. 4x üstəgələ 5x bərabərdir 45. 9x bərabərdir 45. X bərabərdir 5. Bu 5-dirsə, onda x-in yeri 5 qoysaq bura 4-ü 5-ə vuranda 20-dir. Burada 5 qoysaq 5-i 5-ə vuranda edir 25. Deməli 20 və 25 ədədləri olacaq. Həqiqətən 20 və 25 ədədləri deməli hər ikisi eyni anda 5-i ixtisar gedib ki, 25-ə bölündə bu 4 qalıbdır, bu da qalıbdır 5 kimi. Yəni bu şəkildə qalmışlar. Ona görə demişik ki, 4 və 5 ədədləri mütənasibdir. Yəni sualın şərtini başa düşmək lazımdır. Keçək 20-ci suala. Məktəbə gətirilən 400 kitabın 34,5% ədəbiyyat, qalanları riyazi kitablarıdır. Məktəbdə neçə riyazi kitab gətirilmişdir? Deməli uşaqlar, bax, ümumi kitablar, yazıram kitablar. Kitablar 2 qrupa ayrılır. Ədəbiyyat, bir də riyaziyyat. Ümumi kitablar həmçinin götürürük 100%. Ədəbiyyat 34,5%-dir. Biz 100%-dən çıxırıq 34,5%. Çıxa bilmirsə göstərim, 6-da çıxaq. 100-ün vergülü sonundadır. Bura boş qalan yerə 0 artırırsınız. 10-dan 5 çıxın 5 qaldı, 9-dan 4 çıxın 5 qalır, burada olur 6. Yəni bura olacaq 65,5%. Deməli, riyaziyyatın payına düşən faiz 65,5%-dir. Deməli, məktəbə neçə kitab gətirilib? 400. 400 kitabı bu kitabların altına yazmalıyıq. Bizdən soruşur ki, neçəsi riyazi kitabıdır? Riyazi kitabların altına yazıram x. Bax, belə çarpaz vurursunuz bu şəkildə. Həll edirsiniz. Yəni x vurulsun 100% bərabərdir. 400 vurulsun 65 tam 65 bir dəqiqə səliqəsi oldu. 65,5%. Burada baxın uşaqlar. Bu 100%-dən 400 ixtisa gedir. Bu da qalır 1, bu da qalır 4. Faizlər ixtisa gedir hər tərəfdən. X bərabər, yəni 4 vurulsun 65,5 olur. Bunu da 4-ə vursaq burada 0,2 hətta, 22 hətta, 26. Bir dənə vergül ayrılanda olur 262. Deməli 262-si riyaziyyat kitabı imiş. Keçək 21-ci suala. Səyyah 15 km getdikdən sonra yolun 25% gedilməmiş qaldı. Bütün yolun uzunu tapın. Baxın, yol gedildi. Bir də yazıram qaldı. Uşaqlar, bütöv yolumuz 100%. Deməli, yolun 25% gedilməmiş qaldı deyir. Bu qalan yol deməli. Birinci sətrə faizlər yazıram ancaq. 25% qalıbsa, 100%-in 25% çıxanda qalır 75%. Deməli, 75%-i gedilibdir. Səyyah deyir 15 km getdikdən sonra. Deməli, getdiyi yol 15 km-dir. Gedilən yol 15 km-dir. 25% gedilməmiş qaldı. Bütün yolun uzunu tapın deyir. Bütöv yol budur. Bütün yolun uzunu bilmirəm x. Çarpaz vurursam, həll edirsən. X vurulsun 75 bərabərdir. 15 vurulsun 100. Faizlər yazmanın artıq. 75 ilə 15 özünə ixtisa gedir. Bu da qalır 1, bu da qalır 5. 5 ilə 100 ixtisa gedir. Bu da qalır 1, bu da qalır 20. X-ə bərabər olur 20 km. Deməli, yolun ümumi uzunluğu 20 km imiş. Yəni, cavab olacaq B variantı. Keçək 22-ci suala. Bərə 4 saatda 20,4 km üzdü. Deməli, 4 saat ərzində Bərə o taxta sal parçası kimi bir şeydir. 20,4 km üzüb deyir. Eyni sürətlə 6 saatda 13 km üzər. Bilmirəm, x kilometr. Biz burada asılılığı araşdıracaq. Bax, saat artırsa, sürət sabitdir burada. Yəni, bu eyni sürət hərəkət edir.
Eyni sürətdə axır da. Nə qədər zaman çox olarsa, zaman artırsa, deməli bizim getdiyimiz yolda nə edir? O da artır. Nə qədər çox yol gedərsənsə, nə qədər çox vaxt sərf edərsənsə, hə, o qədər də yol gedərsən. İkisi artırsa, deməli düz aslıdır. Düz aslı olanda belə çarpaz vurub həll edirsiniz. Tərs aslı olsaydı, yəni biri artır, biri azalsaydı, onda qarşı-qarşıya vurardınız. Deməli, x vurulsun 4 bərabər 6 vurulsun 20,4. Burada nə edək? 4 ilə 20,4-ü birbaşa hesab apara bilərsiniz. Burada 1 qalacaq. Burada olacaq 5,1. 6 vurulsun 5,1. 6, 30,6. D variantı. Keçək növbəti 23-cü suala. 23 tənasüb aid sualdır. 3,6 bölünsün 14 bölünsün 5 bərabərdir. X bölünsün üstə 5. İki nisbətin bərabərliyinə tənasüb deyilir. Tənasüb əsas qatsası nətədir? Kənar hədlərin hansıdır? Orta hədlərin hansına bərabərdir? Yəni bunlar kənar hədlərdir. Kənar hədlər. Kənara yazsam qısaca. Bunlar da orta hədlərdir. Orta. Demək, orta hədlərin hasılı kənar hədlərin hasına bərabərdir. Yəni x ilə 5-də 14-ün hasılı bərabərdir 3,6 ilə 3-də 5-in hasılına. Burada x vurulsun 5-də 14-ü saxlayın. 3,6-ını biz düzgün olmayan kəsə çevirsək, olacaq 10-da 36. Vurulsun 3-də 5. 10-la 5-i ixtisaparsan 5-ə. Bu da qalacaq 1, bu da qalacaq 2. 36 ilə 3-ü ixtisaparsan 3-ə 1, bu da qalacaq 12. Deməli, 2 ilə 12 ixtisa edir. Bu da qalır 1, bu da qalır 6. X vurulsun 5-də 14 bərabərdir 6. Məhsul vuru tapmaq üçün hasil məmurluğa bölmək lazımdır. Birinci olduğu kimi qalır. Tərsini çevirib vururuq. 2-yə ixtisa gedir. Bu da qalır 3, bu da qalır 7. 3-ü 5-ə vuranda edir 15, bu da olur 7. Bu da olur. Qarşı-qarşıya çevirsək olacaq 2,7-də 1. 7, 15 kimi saxlayıb var cavabı. A variantı. Belə uşaqlar. 24 də belədir. Eyni tip sualdır. Burada da 15-də 2 bölünsün 2 bərabərdir 25-də 4 bölünsün 0,3. Yəni qeyd etdiyim kimi kənar hədlərin hasılı orta hədlərin hasılına bərabərdir. X orta həddədirsə, demək ortadan başlayaq. Demək x ilə 25-də 4-ün hasılı bərabərdir 15-də 2 ilə 0,3 hasılı. 0,3-də biz 10,3 kimi yaza bilərik. Burada 3 ilə 15 ixtisa edir. 3-ə burada qalır 1, bu da qalır 5. 2 ilə 10 ixtisa edir. 2-yə 1, bu da qalır 5. X vurulsun 25-də 4 bərabərdir 25-də 1. Məxrəcdə hər ikisinə 25 at keçsin, ixtisa getdi. Yəni x vurulsun 4 bərabər qalacaq 1. Məhsul tapmaq üçün hansı məmurluqla bölsək 1 bölsün 4 olacaq. Yəni 4-də 1, yəni cavab C variantı. Belə. 25-ci suala baxırıq. 10 bölünsün 4 bərabərdir 25 bölünsün y. Tənasübündən deyək y tapın. Yenə tənasübdür. Kənar hədlərin hasılı orta hədlərin hasılına bərabərdir. İndi y kənar həddə düşüb. Deməli, kənar hədlərlə başlayaq. 10 ilə y-in hasılı bərabərdir 4 ilə 25-in hasılına. Burada 10 vurulsun y bərabər 4-ü 25-ə vuranda 100 edir. 100. 10 ilə 100 ixtisaparsam bu da qalacaq 1, bu da qalacaq 10. Y də bərabər olacaq 10-a. Yəni cavab olacaq A variantı. 26 da belədir. Onu da özünüz sərbəst yazarsınız. 27-ci suala keçək. Deyir ki, ət bişirildikdə öz çəkisinin 4%-ni itirir. 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? Yazıram ət, yəni təzə ət. Təzə ət. Ət pişəndə suyunu itirir. Yazıram itirir. Yəni buxarlanır da suyu. Olur nə? Bişmiş ət. Birinci sətrin faizə yazacaq. Təzə ət bütöv 100%-dir. Pişəndə də çəkisinin 4%-ni itirir. Yəni 4% iticə gedirsə, 100%-nin 4% çıxanda qalacaq 96%. 96% olacaq bişmiş ət. Deyir 20 kiloqram təzə ətdən, 20 kiloqram təzə ətin altına yazacaq. Neçə kiloqram deyib bişmiş ət alınır? Bişmiş ət bilmirəm nə qədərdir. X kiloqram. Belə çarpaz vurursunuz və salam. Deməli, x vurulsun 100, faizə yazmadım. 20 vurulsun 96. Hər tərəfindən 20 ixtisa aparsam,
Bu da 1 qalır, bu da qalır 5. X vurulsun 5 bərabər 96. X-ə bərabərdir 96 bölünsün 5. 9'u 5 bir dəfə 4, 46, 9 dəfə, o da 2 dəfə. 19,2. Demək 19,2 kilo nə alınacaq? Bişmiş ət alınacaq. Y variantı. Keçək 28-ci suala. Sinifi 30 şagirddən 30% oğlanlar, sinifdə neçə qız var? Bax, sinif uşaqlar oğlanlardan və qızlardan ibarətdir. Sinif oğlanlar, bizdə yazıram qızlar. Sinif ümumi bütöv sinif 100%'dir. Birinci sətrə faiz yazıram. 30%'dir oğlandır. Demək 30% oğlandırsa, 100-dən 30% çıxanda 70% nə olacaq? Qız olacaq. Deməli, sinifdə neçə qız var deyir. Qızı soruşur. Sinifdə neçə şagird var? 30. 30'u sinifin altına yazacaq. 30 şagirdin deyir, neçəsi qızdır deyir. Bilmirəm, x. Çarpası vurursunuz. X vurulsun 100 bərabərdir 30 vurulsun 70. Bu da sıfırın bu sıfır gedir, bu sıfırın bu sıfır sayıdır. X-ə bərabər olur. 3'ü 7'ye vuran nedir? 21. Demək 21 nəfər qız şagirdi var. Davam edirik. Keçək 29'a. 240 ədədinin 25%'ni tapalım. Ədədin faizini tapanda verilmiş ədədin faiz göstərən ədədə vurub 100%'e bölürsünüz. Vururam 25%'e, bölürəm 100%'e. Faizdə gedikcə 100-dən 25 çıxsa gedir, 25'e 1 qalır, bu da 4 qalır. 240'ı 4'e bölsəm o da olacaq 60. Cavab 60, yəni B variantı. 30-cu sual. Fəhlə gündə 32 detal hazırlayır. O məhsuldarlığını 25% artırarsa bir gündə neçə detal hazırlayar? Bunun ən gözəl yolu tənasübdür. Deməli, fəhlə gün ərzində 32 detal hazırlaya bilir. Bunun normal işidir, normativlidir. Deməli, günlük işi bunun 100% işdir. 100% iş görəndə bu 32 detal hazırlamış olur. Amma birdən o 25% məhsuldarlığını artırır. Yəni daha çox iş görür. Elə bilir ki, həmin gün şad xəbər eşidib fəhlə, motivasiya gəlir ona və daha çox işləmək istəyir. 25% artıq işləyirsə, onda 100-ün üzərinə 25 yerində neçə faiz olacaq? 125% olacaq. Demək 125% işləsə deyə bir gündə neçə detal hazırlayar? Bilmirik. Görək bunun verdiyi nitro nə qədər olacaq? Farsaja bax, farsaja. X vurulsun 100 bərabərdir 125 vurulsun 32. 100 ilə 125 ixtisar edir 25'e. Bu da qalır 4, bu da qalır 5. 4 ilə 32-ni ixtisar aparsaq 4'e, bu da qalacaq 1, bu da qalacaq 8. X-ə bərabərdir 5 vurulsun 8, o da olacaq 40. Deməli, fəhlənin verdiyi 25% artıq farsaj onun 40 detal hazırlanmasını gətirib çıxardı. Deməli, 8 detal daha çox hazırlayar. Deməli, gün ərzində 40 detal hazırlayar. Yəni, cavab olacaq B variantı. Keçək 31-ci suala. 155 ton mis filizindən 31 ton mis alınır. Mis filizi qarışıq deməkdir. 0-dan xalis 31 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Bax, yazıram mis filizi, yəni mislə hər hansı bir digər maddənin qarışıqıdır. Mis filizinin tərkibində mis də var və bir də digər qarışıqlar var. Digər qarışıqların adını bilmirəm deyə digər yazıram. Mis filizi bütöv olaraq 100%'dir. 100% mis filizidir. Aha. Bunun tərkibində neçə faiz? Burada soruşur ki, filizin tərkibində neçə faizimiz var? Bilmirəm neçə faizimiz var. Yazıram x faiz. 155 ton mis filizindən. 155 ton demək mis filizidir. Nə qədər mis alınır? 31 ton. 31'de yazıram misin altına. Çarpaz vurursam x vurulsun 155, bu da bərabərdir. 31 vurulsun 100%. 155 ilə 31 ixtisar edir. 31'e bu da qalır 1, bu da qalır 5. 5 ilə 100% ixtisar edir. Bu da 1 qalır, bu da qalır 20. X-ə bərabər olur 20%. Cavab olacaq A variantı. Keçək 32-ci suala. Avtobus 3,76 saata 220 km məsafə qət edir. Demək 3,76 saata 220 km məsafə qət edir. Həmin sürətlə avtobus, yəni sürətini dəyişmir avtobus, 7,75 saata
Nə qədər məsafə qət edir? Bilmirəm. Neçə kilometr getdiyimi bilmirəm. X kilometr. Deməli, burada zaman artıb. 3-dən 7-yə doğru artıb. Zaman artırsa, uşaqlar, siz tutaq ki, piyada yol gedirsiniz. Tutaq ki, 3,7 6 saata 220 km yol gedirsinizsə, 7,75 saata sizcə çox yol gedirsiniz, yoxsa az? Təbii ki, çox. Nə qədər sizə çox vaxt versələr, yəni nə qədər çox piyada gəlsəniz, bir o qədər də çox yol qət edərsiniz. Deməli, bu da artır. İkisi artırsa, deməli, düz asılıdır. Düz asılıdırsa, deməli, çarpaz vurub həll edirsiniz. X vurulsun 3,7 6 5 bərabərdir. 7,7 vurulsun 220. X vurulsun. Bunları düz geometriyaya çevirsək, 7-də 3-ü 7-yə vururam 21, üstünə 6 gəlirəm, edir 27. Bu da bərabərdir. 7-də 7-ni 7-yə vururam 49, üstünə 5 gəlirəm, olur 54. Vurulsun 220. Hər tərəfdən 7-lə x aparım məxrəcdən. Qalacaq x vurulsun 27 bərabərdir. 54 vurulsun 220. 27-nin 54-ü 27 x aparsaq, burada qalacaq. 27-nin özündən 1 qalacaq. 54 27 bölündə 2 qalır. X-ə bərabərdir 2 vurulsun 220. O da olacaq 440 kilometr. Deməli, 440 kilometr yol gedər. A variantı. Belə gözlən insanlar. Keçək 33-cü sola. 4 saata 17 detal hazırlayan dülgər eyni məhsuldarlıqla, yəni eyni tempdə işləsə, 85 detalı neçə saata hazırlayır, bilmirəm, x saata. Burada saat salın altına yazılmalıdır. Detalın altında. Burada detalların sayı artır, uşaqlar. Artıb. Detalların sayı artıbsa, bu fərqli yazıqda təkdir. Əgər detalların sayı çoxdursa, deməli, o fərqlə də nə etməlidir? Daha çox işləməlidir. Deməli, ona vaxt artacaq. Detal artırsa, görəcək iş artırsa, vaxt artmalıdır. Artır. İkisi artırsa, deməli, asılıdır. Düz. Düz asılıdırsa, deməli, çarpaz vurub həll edirsiniz. X vurulsun 17 bərabərdir. 4 vurulsun 85. 17-nin 85. 17 x sayıdır. Bu da qalır 1, bu da qalır 5. X-ə bərabər 4 vurulsun 5. O da olur 20 saat. Demək, 20 saata hazırlayacaq. Cavab Y variantı. Belə. Uşaqlar, bugünlük bu qədər. İnşallah qalan sualları da digər video izahlarda təqdim edəcəyim sizə. Sağ olun, Allah'a emanet olun.